Elə bir anlar olurmu ki, hər birinizə aiddir sual, elə bir anlar olurmu ki, deyirsiniz ki, kaş keç bu sənətə gəlməzdi? Yox, mən deməmişəm. Heç vaxt deməmişəm, çünki bilirsiniz, bu sənət elə sənətdir, dostlarımın fikri fərqli ola bilər. Hər kəsin öz bir, belə deyək də, obyektiv fikri var. Düzdür, çox çətindir, çox məsuliyyətlidir. Çox insanlar səndən o, belə deyim də, işi, proyektləri tələb edir. Olur ki, keyfimiz olmur, olur ki, sıxıntılarımız olur, olur ki, maddi sıxıntılarımız olur. O proyekti ərsəyə gətirə bilmirik, gecikdiririk. Rutin həyatda da həyat qayğıları sıxır, amma məncə o insanların, belə deyək də, küçədə, bayırda, səhnədə, o enerjisini görəndə, rəğbətini, sevgisini görəndə bunların hamısı keçir. Ayhan, bəzən cəmiyyətdə show biznes əhli deyib də yanaşma var da, deyir show biznes əhlidir də. Amma mən Ayhanın bir ana olaraq necə ana olduğunu gördüyüm zaman, ümumiyyətlə nəinki Ayhan, Emilin özü olsun, Əbdülxaliqin özü olsun, mən görürəm ki, övladlarına qarşı necə diqqətlidirlər. Az öncə Ayhan süjetə baxdığı zaman, orada övladına söz olan zaman mən Ayhanın ifadəsinə baxdım, gözlərə bir işıq gəldi. Bəli, elədir. Bilirsiniz, kişi, qadın, belə deyək, bu ailə söhbəti gələndə bunlar ülvi hisslərdir, müqəddəs hisslərdir və mən düşünürəm ki, təbii ki, mənlə Emil də, Abdülxaliq də razılaşar. Zaten övladın atası olsa belə yük anaya düşür evdə. Yük anaya düşür, qadına düşür və mən düşünürəm ki, tərəf müqabili olaraq bir ata olaraq zaten atalar da çalışır ki, balaları üçün belə deyək də, o özəl diqqəti ayırsın övladlarına. Amma yenə də anadadır yük. Çünki onların doğulan gündən da ki, böyüyənə qədər deyirlər ki, böyüsün, bu da olacaq. Böyüdükcə problem böyüyür. Böyüdükcə qayğı böyüyür. Böyüdükcə tələbat böyüyür. Ona görə də düşünürəm ki, əlimdən gələni edirəm. Hamımız edirik. Ümumiyyətlə bir insanın valideyn olmaq çox dəyişir. Əlbəttə. Bir də ki, belə deyək də, deyirlər show business. İnanın mənə, mən həmişə demişəm. Elə show biznesdə sənətçilərin övladları o qədər tərbiyəlidir ki. Çünki özümüz biz bir sənətçi olaraq zaten problemli həyat yaşayırıq. Zaten istər-istəməz söz götürürük. İstər-istəməz kiminsə nazını çəkirik, kimlərin nazını çəkirik. Bu, belə deyim, bir minnət deyil. Bu da bizim işimizdir. Biz də öz işimizin fəhləsiyik. Keyfimiz olmur, çıxırıq o səhnədə, hər kəsi əyləndiririk. Ona görə də bu əziyyətləri görüb çalışırıq ki, onların təhsilinə, savadına böyük yatırımları edək ki, heç kimdən asılı olmasınlar. Övladın hansısa sualı qarşısında aciz qaldığın anlar olub mu? O qədər olub, o qədər olub. Elə suallar verib, elə istəklər olub ki, aciz qalmasam da sadəcə susmuşam. Mən düşünürəm ki, susmağın özü də bir cavabdır. Mən hər kəsə bunu deyirəm. Susursansa bu da bir cavabdır. Yox da bir cavabdır. Olmaz da bir cavabdır. Olub belə şeylər. Bu hamımızın həyatında olur, Yalçın. Ona görə də həyatdır. Yaşadığımız həyatda yaşayırıqsa, zaten bu həyat, baxın, yaşamaq üçün mən həmişə deyirəm. Bilirəm ki, sən hər zaman tamaşaçı ilə hər şey, gizli məqamlar danışmamısan. Hər zaman tamaşaçı hər şeyi bölüşmürsən. Yaxşı gününü də Allah qismət eləməsin. Hər şeyi bölüşməsəm də təbii ki, çox şeyi bölüşürük. Baxın, biz bu həyatda bir gün ölmək üçün hər gün yaşayırıq. Və yaşamaq üçün zaten bir bədəl verəcəyik. Bir gün öləcəyik, bu dünyadan köçəcəyik. Bu zaten özü bir bədəldir, bu əmanətdir. Mənim yox dediyim, aciz qaldığım dönəmlərdə bunu mən açıb tamaşaçılara problemlərimi deyə bilmərəm. O qədər maddi sıxıntılarım olub ki, o qədər Selena nəsə də, o gündə nəsə istəyən bir uşaq deyil, amma nəsə istəyəndə demişəm də olubdur. Alınmır, olmaz. Bunu keçən dəfə efirlərin birində də dedim. Normal insanıq da, biz robot deyilik, biz milyarder, milyoner deyilik. Olur da bizim də problemlərimiz və düşünürəm ki, biz insan olaraq düzgün övlad böyütmüşük ki, onlar da bizi anlayırlar. Allah heç bir zaman, heç bir valideyni övladın qarşısında aciz göstərməsin. Demişəm, nə onları, nə bizi qarşı-qarşıya qoyub utandırmasın və peşman eləməsin. Qəhərləndin biraz Ayhan? Yox, qəhərlənmədim. Qəhərlənməyəcəm də. Çünki bilirsiniz, sonra mənim övladım artıq böyüyüb, açır, YouTube'da filan baxır.
Ayan sən niyə ağladın ki? Deyirəm sənin adın gələndə mən kövrəlirəm. Ana demir, Bilmirəm. Ayan deyir. Ayan deyir. Hə, dünən mənim rəfiqəmin anası da deyir ki, övlad anaya, atıya adını deyəndə ömrünü uzadır. Deyirəm Selena, bundan sonra daha çox Daha Ayan, çox. Ayan deyirəm. Allah can sağlığı versin.